Əziz izləyicilərim, keyfiyyətli ev təqdim edirəm sizə. 450 marka betondan tikilib, 500 marka betondan hovuz hissəsi inşa olunub. Bu ev digərlərindən deyil. Türk kromogranit, santexnik qrox, pəncərələr, alman profilləri, keyfiyyət axtarırsınızsa və uzun illər yaşayıb, mənim bağ evim sırrısı oldu, o oldu, tökülmə olmasın istəmirsinizsə, mən sizə keyfiyyətli bağ evi təqdim edirəm. Mərdəkanda Bravodan Qala istiqamətinə gedən yoldan 700 metr içəridə yerləşir. Geniş həyəti, evin qarşısında maşın saxlamaq üçün geniş, ən əsas özəlliyi odur ki, sonuncu evdir. Qabağında artıq bunda maşın keçə bilməyəcək. Son dayanacaq bax bu villadır. 6 sot bağ evində nələr yaradılıb, sizlərə onu təqdim edeyim. Bir maşınlıq qarajı, idarə olunan pultla darvaza sistemi, qış mətbəxi və içində manqalı. Bundan əlavə hovuz zonası, sağ tərəfdə estetik gözəlliyi verən yaşıl zona. Villanın həyat komfortu, landşaftı bundan ibarətdir. İndi sizə içərisində olan həm detalları, elementləri və zövqün toxunuşlarını təqdim edirəm. Hər şey düşünülüb, praşlı otaq, geniş 4 yataq otağı, geniş bir zal, ümumi 180 kvadrat ölçü ilə tikilib bu bağ evi. Dəyərli izləyicilər, vurğuladığım detallar video əvvəlində olaydı ki, kromogranit keyfiyyətlisindəndir. Bir detallı şəkildə sizə göstərəcəm ki, tam olaraq vizual anlayış və düşüncəmiz formalaşsın. Bura geniş zal otağıdır, vitraj pəncərədən ibarətdir, yaşıllığa açılır. TV student, yəni televizor arxalığı üçün belə bir zona seçiblər. Geniş formada 55 kvadrat düşünürəm ki, hər bir ailəyə çox ideal bir planirovka olan bir zal otağıdır. Divan, masa yerləşmək üçün əla bir seçimdir. Bura giriş hissəsidir, böyük bir güzgüdən istifadə ediblər və mətbəx zonasıdır. Mətbəx zonasında çatışmayan bir dənə mebellər. Niyə görə? Çünki bu artıq biraz zövq məsələsidir. Adam var yasəmən rəngi xoşlayır, elə adam var qara, ağ xoşlayır. Onu buraxıblar zövqə olaraq. Bura isə geniş dolablardan paltar üçün nəzərə tutulub, çox geniş bir formadadır. Hamam otağıdır. Əvvəldə qeyd etdiyim kimi bütün santexniklə hamısı qrox, keyfiyyət, divar içi yığılıb. Praşlı otaq, yataq otağı, lazım olan hər bir şərait yataq otağında var. Ev alarkən bu detala fikir verin. Əgər pəncərə qıraqlığında plasmas görürsünüzsə və yaxud da nəzik beşli bir mərmər görürsünüzsə, bilin ki, həmən evə çox ekonom bir büdcə ilə tikilib, sadəcə üstü bəzədilib. Amma bu evdə gördüyünüz kimi, haqqını demək gərəkirsə, bu evdə onluq mərmərdən istifadə olunub. O deməkdir ki, heç bir şey əsirgənməyib. Çünki bu evi özü üçün tikib sahibi, daha doğrusu qardaşı üçün də, yəni ailəsi üçün tikib, bugün plan dəyişilib. Ona görə bu evi sizə ürəklə təqdim edirəm, keyfiyyət olduğunu söyləyirəm. Kim keyfiyyət istəyirsə, buyursun, gəlsin, alsın, hər zamanda təşəkkür eləsin qəlbində, mənə də, sahibinə də. Bura isə hamam otağıdır, yataq otağının içində. Növbəti yataq otağını təqdim edirəm sizə. Bu yataq otağının da içində özünə xas hamam otağı var. Villanın tikilişində drenaj sistemi istifadə olunub. O nədir? Qurun sularının tam axıb getməyi və izolyasiya sistemi möhtəşəm olub. Düşünürəm ki, hörmətli izləyicilərim, tikintini bilməyib, tikinti haqqında danışmaq, təqdim eləmək absurddur. Bugün sizə çalışdım keyfiyyətli, şablon olmayan, sizə layiq bir ev təqdim edeyim. Qiyməti postda qeyd eləmişəm, o şərti bir qiymətdir. Real müştərilərim üçün yaxşı bir endirim olacaq. O haqda real danışarıq. Amma hələ ki, qiyməti siz belə bilməyiniz məsləhətdir. Sağ olun, var olun.